Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsi asanlaşdırılıb. Bu məqsədi ilə İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqı tərəfindən yeni www.tpl.az onlayn platforması istifadəyə verilib. Yeni sistemin yaradılmasında məqsəd sərhəd keçid məntəqələrində yerində sığortalanma ilə bağlı yaranan ləngilmələrin və gecikmələrin qarşısını almaq, eləcə də sığortalanma prosesini daha əlçatan və operativ şəkildə təmin etməkdir. Sərhəd sığortasından istifadə edənlər üçün müxtəlif seçimlər də təklif olunur. Hazırda istifadəçi ölkə ərazisinə daxil olmadan sığorta müqaviləsini onlayn şəkildə rəsmiləşdirə bilər. Bunun üçün platforma üzərindən zəruri məlumatları daxil edərək, həmçinin sığortaçını seçərək və ödənişi onlayn şəkildə həyata keçirərək sığorta müqaviləsinin bağlanılması mümkündür. Müqavilələrin onlayn rəsmiləşdirilməsi həm də prosesin şəffaflığına hesablanan addımdır. Deməli, yeni sistemin yaradılması Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb. Eyni zamanda ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin artırılması məqsədinə yönəldilmişdir. Bundan əlavə, yeni sistem eyni zamanda bizə onu verir ki, vətəndaş sayta daxil olmaqla, sistemə daxil olmaqla sığorta şirkətini sərbəst seçə bilirlər. Bundan əlavə, operativ şəkildə bu sərhəd sığortasını əldə etməsi mümkündür. Vətəndaşlar rahatlıqlarını təmin etmək məqsədi ilə burada funksionallıq var. Eyni zamanda sığorta şirkətlərini seçə bilirlər. Bundan əlavə olaraq portaldan istifadə etməklə real sığorta vaxtının qüvvədə olub-olmadığını da öyrənmək mümkündür. Bu, həm də vətəndaş məmnuniyyətinin artırılmasına və sərhəd keçid məntəqələrində xidmətin daha çevik təşkilinə imkan yaradır. Eyni zamanda yenilənmiş sistemin tətbiqi ölkənin rəqəmsal islahatlarının növbəti addımı kimi qiymətləndirilir. Röya Salmanova, Nail Şahbazov, Telesəhər.